O, riyaziyyatı və texnologiyaların gələcəyini dəyişdi. Lütfizadə, rəqəmsal dövrü formalaşdıran Azərbaycanlı alim. Sizinlə Doktor Novadır. Gəlin dərindən baxaq. Bakıda anadan olub, amma onun ideyaları bütün dünyanın düşüncə tərzini dəyişdi. Elmi fəaliyyətini ABŞ-da davam etdirdi və Kaliforniya Universitetinin professoru oldu. O dövrdə elm sadə idi, doğru və ya yanlış, 0 və ya 1, amma dünya daha mürəkkəb idi. Lütfizadə yeni bir anlayış irəli sürdü, həqiqətin dərəcəsi. O, qeyri-səlis məntiq nəzəriyyəsini yaratdı, müəyyənsizliyin riyaziyyatına. Çünki real həyatda qərarlar həmişə mütləq olmur, çox vaxt ehtimaldır. Onun nəzəriyyəsi süni intellektin təməlini qoydu. Bugün həmin məntiq, elektronika, robotlar və ağıllı texnologiyalarda tətbiq olunur. Onun ideyaları dünya alimləri tərəfindən qəbul edildi. Gələcəyin texnologiyaları onun elmi işlərinə əsaslanır. O göstərdi ki, mürəkkəb dünyanı yalnız sərt qaydalarla izah etmək mümkün deyil. Lütfizadə, maşınlara fərqli düşünməyi öyrədən insan. Sizinlə Doktor Nova idi. Öyrənin. Nə qədər ki vaxt sizin tərəfinizdədir.